Bakıda Xəzər İnşaat həftəsindən start verilib. Regionda qeyri-neft sektorunun ən böyük sərgisi sayılan Xəzər İnşaat həftəsi çərçivəsində müxtəlif çeşiddə avadanlıqlar nümayiş olunur. Sərgiyə dünyanın 30 ölkəsindən 535 şirkət qatılıb. Xəzər İnşaat sərgisində keramika bəzək daşları, dam örtükləri və inşaat texnikasında yeni mimarlıq ideyalarını görmək üçün əlverişli fürsət yaranıb. Stendlərin 49%-ni Azərbaycan şirkətləri təmsil edir. Mistam örtüyü təbiətlə, yağışla, su ilə, günəş işığı ilə reaksiyaya görə müxtəlif rəng salarları alır və bu da təbii bir gözəllik yaradır. Yəni bu rəngin digər bir özəlliyi ondan ibarətdir ki, bu rəng heç vaxt solmur. Sərginin ənənəvi iştirakçılarından olan Almaniya, İtaliya, Çin, Rusiya, İran, Ukrayna və Singapur şirkətləri də öz məhsullarını yerli bazarda nümayiş etdirirlər. Bu il İtaliyanın müxtəlif regionlarından 66 istehsalçı təmsil olunur. İtaliya istehsalı olan bu material əslində evlərdə, dekorasiyalarda istifadə olunur. Görünüşcə ağaca oxşuyur, amma əslində materialına görə poliuretan adlanır. Bizim bu materialların çeşidləri çoxdur. Azərbaycana yeni gətirilib. İnsanlar tərəfindən qeyri-adi qarşılanır, çünki maraqlı görünüşü var. Sərgidə iştirak edən şirkətlərin təqribən 40%-i ölkə bazarına ilk dəfə, özü də ekskluziv məhsullarla qatıldı. Bu dekorasiya klassik üslubda olan evlər üçün nəzərdə tutulub. Özəlliyi dekorasiyanın arxasının maqnitdən hazırlamasındadır. Evinizin maraqlı və kreativ görünməsini istəyirsinizsə, dekorasiya kimi rəngli işıqlardan siz də istifadə edə bilərsiniz. Bundan nəinki evlərdə, həm də restoranlarda və qapalı istirahət mərkəzlərində istifadə eləmək mümkündür. Türkiyə istehsalçıları Azərbaycan inşaat bazarına bu ildə böyük maraq göstərirlər. Onların nümayiş etdirdiyi texnika və avadanlıqlar böyük maraqla qarşılanıb. 6.8 tonluk bir kamyon. 40 mil hızla gittiği zaman çarpışmasında bu araç bir kamyonu durdurabilir niteliktedir. Xəzər İnşaat həftəsi oktyabrın 24-nə dək davam edəcək. Simnarə Həmid qızı Bağır Kərimov, Lizer TV.